2 gün bundan qabaq Fransa-Azərbaycan oyunundan əvvəl FIFA Azərbaycan azarkeşlərinin ən əsas fəal qrupu olan milli dəstəni oyuna buraxmadı ki, sizin bannerinizdə Babək, özdə Babək qılıncla təsviri var. Bu qadağadır. Biz indi bugün söhbətimizdə istəyirik Azərbaycan azarkeşlərinin ən fəal üzvlərindən biri Elnur Şərifli ilə danışaq və görək ümumiyyətlə nə baş verir? Yəni belə deyə bilərəm, onsuz da Avropada daim təxribat xarakterli hallar baş verirdi. Bizim xaricdəki Azərbaycanlara qarşı olsun və bu azarkeş qrupları da buna təbii ki daxildir. Yəni müəyyən hallarda çalışırlar ki, bu kimi halları əslində UEFA olsun, FIFA olsun biraz necə deyim, elastik saxlamağa çalışırlar. Çox sıxmırdılar qanuni tərzdə. Yəni qanuni cəhətdən belə deyim. Amma yəni buradakı sadəcə rol oynayan, yəni Babəkin bir milli tarixdə olan bir qəhrəman olması və orada qılınc təsviri deyə bilərəm ki, rol oynadı. Çünki UEFA-nın da qaydalarında da deyilir, tarixdəki bir milli şəxsiyyət, milli döyüşçü, politik aktivist və yaxud aqressiyaya çağırış olan simvollar qadağandır. Bugünə qədər yəni bu hallardan bildiyim Şamillə söhbətimizdə də yəni heç bir halda mənfi bir şey baş verməmişdi. Amma sadəcə bu anda artıq UEFA qaydalarını ortaya qoydu ki, qaydadır, olmaz. Bildim. Yəni istəsələr yəni burada yəni aqressiyaya çağırış yoxdur. Bunu başa salmaq olardı mənim. İzah eləmək olardı mı? Mənim fikrimcə izahdan da başqa. Biz necə birdən-birə Fransa-Azərbaycan oyununun qabağı yada düşdü ki, Babəyin əlində qılınc var. Bu onsuz da Azərbaycanla Fransa arasında olan yəni beynəlxalq əlaqələrdə də mənim fikrimcə onsuz da tensiya çox belə sərt haldadır hal-hazırda. Yəni ürəkləri istədiyi kimi orada davrandılar. Amma mənim fikrimcə federasiya burada qorxmamalı idi. Federasiya arxasına qədər gedib o banneri orada müdafiə etməli idi. Çünki banner demək yəni azarkeş qrupunun bir şərəfi deməkdir. Bu demək deyil ki, azarkeş qrupu heç nə eləmədi. Azarkeş qrupu bundan əsəbləşərək Şamil iqdamımız gördü. Gedib özləri iki arada getdilər orada sprey ilə banneri təzədən düzəltdilər. Halbuki bunun yerinə orada federasiya bannerin arxasında durub banneri müdafiə etməli. Fransa-Azərbaycan oyunda bizim azarkeşlər milli bayraqla komandanı dəstəklədilər. İndi sabahki oyunda Ukrayna-Azərbaycan oyununda Polşada bizim azarkeşlər necə çıxış eləyəcəklər? Yəni belə deyim, azarkeşlər Polşada yaşayan azərbaycanlıların sayı heç də az deyil. Yəni kifayət qədər azərbaycanlı var. Ancaq artıq 13 oyunda milli komanda qələbə qazana bilmir. Qələbəsizlik seriyası davam edir. Yəni bu da heç yüksək səviyyəli göstərici deyil. Yəni bu göstəricini ancaq biz futboldan uzaq qeyri-peşəkar milli komandalarla müqayisə edə bilərik. Ona görə mənim fikrimcə yəni azarkeşlər artıq milli komandadan küsüb deyə bilərəm. Ona görə də çox azarkeş gözləmirik təbii ki. Ümumiyyətlə Azərbaycan futbolu, Azərbaycan milli komandası, Azərbaycan klublarının ətrafında olan azarkeşlər bir növ jurnalistlərə bənzəyirlər. Həddindən artıq tənqid gedir. Mən özüm də onların içindəyim. Amma biz bir şey qəbul eləməliyik ki, İslandiya 0-5, Fransa 0-3, Ukrayna ilə bizim biraz bəxtimiz gətirdi. Yəni bu dəqiqə belə deyim, milli komanda böhrandadır. Düzdür. Və azarkeşlərdə varmı eləmir ki, his ki, fikir ki, biraz vaxt verir, komanda özünə gəlsin. Bu Ayxan Abbasov gəlib. İllər keçəndən sonra Azərbaycanlı məşqçi gəlib. Bəlkə bu Azərbaycanlı məşqçi adına biraz komandaya dəstək verir, özlərinə gəlsinlər, sonra görək nə olur. Mənim fikrimcə federasiya azarkeşlərlə açıq olmalıdır. Açıq olmalıdır. Bunları pres konferansiyada və yaxud başqa bir yollarla başa salmalıdır ki, azarkeş, biz artıq istədiyinizi eləmişik. Bugünə qədər xarici məşqçi gətirirdik. Bu dəfə sizin sözünüzə qulaq asdıq, yerli məşqçini gətirmişik. Və yerli məşqçini gətirmişik, siz də bizə bir addım bizə də atın. Yəni ortaq yolu gəlin tapaq. Amma federasiya bunu eləmir. Öz istədiyini eləyir, öz bildiyini eləyir. Bu qədər artıq baskılara dayana bilmədi mənim fikrimcə. Bu qədər pressure-a dayana bilmədi. Artıq federasiya məsələn Ayxan Abbasovu gətirdi ki, biraz sussunlar, biraz ara səngisin. Amma yenə də qarantiyası yoxdur ki, bu seçmə mərhələ qutarandan sonra Ayxan Abbasov davam eləyəcək ya yox. Çünki federasiya azarkeşlərlə açıq olmadığı müddətcə azarkeşlər milli komandanı üst söndürməyə davam eləyəcək. Davam eləyəcək, amma ortada bir-birimizi başa düşə bilərikmi ki? Məncə başa düşə bilərik. Yəni bu başa düşməyin yolu da danışmaqdan irəli gəlir. Azarkeşlə federasiya arasında danışıqlar yəni yüksək səviyyədə olmalıdır. Deyəsən ortada jurnalistlər bufer kimi çıxış eləyib, iki tərəfi görüşdürüb
danışıqlara getməlidirlər ki, hamısı nəyin Ola- xatirinədir? Milli komandanın. Ola bilər. Məncə bunun köməyi çox ola bilər. Bunda töhfəsi də ola bilər. Çünki iki arada bildiyiniz yəni soyuqluq var. İki arada bir araya gəlmək istəmir. Ona görə mənim fikrimcə, yəni bu məsələlər sadəcə oturub danışılmalıdır ki, məhz problem nədir? Azarkeş nə istəyir? Əgər azarkeşin fikri sizə maraqlıdırsa, biz azarkeş onsuz da hər şey verməyə hazırdır. Çünki biz bayraq üçün gəlirik. Bilirik ki, bu komanda futbol oynaya bilmir. Biz bunu yalandan özümüzü aldatmayaq ki, yaxşı mübarizə oldu. 90 dəqiqə nə bilim, orada qan su yerinə. Özümüzü aldatmayaq. Bu komanda futbol oynaya bilmir. Futbol oynamaq nə deməkdir? Qol vurmaqdır. Bu komanda qol vura Belarus, Haiti, Latviya, Macaristanda vurulan qolu saymıram, çünki qol deyildi. Ukraynaya vurulan qolu da saymıram. O da yalandan bəxtəbəx hələ dəymişdi. Bu komanda qol vurmağı bacarır. Qol vurmağı bacara bilməyən komanda necə deyə bilər ki, bunlar futbol oynayırlar? Qol vurmaq, amma biz qol vurmağı bacarmayan bu komandaya sonsuz dəstəyimizi davam elətdirirdik. Sadəcə üç rəngli bayrağa görə. Aydındır.